Aha. İndi buradan baxaq suallarımıza. Ona qədər kimin sualı var? Ona Ona kadar. göre, ona göre 3, 3, 4, 8. bir deyəndə, İbrahim onun hamısını deyəndə mənim o yadımda heç nə qalmır. Bir dənəsini de ona baxaq, sonra yenə soruşacağım da. Neçə? 3-ə baxaq. Bəli. Üçüncü sual. Deməli, iki dənə işarə var. Biri üçbucaqdır, biri kvadratdır. Üçbucaqdan başlayaq. Üçbucaq rəqəmlərin hasilidir. Kameralarınızı bağlamayın. Mən hər dəfə deməyəcəm. Kameranızı açıq saxlayın. 2 vur 3 vur 5 neçə eləyir? 30. 6 vur 3 vur 4 neçə eləyir? 6-nı 3-ə vuranda 18, 18 4-ə vuranda 72. Aydındır İbrahim? Bəli. Amma kvadratın mənası rəqəmlərin toplanmasıdır. Bunu deyəsən keçən dəfə də izah eləmişdim sizə. 7-ün isə 8 gəlir 15, üstünə 3 gəlirik 18. 9-un isə 3 gəlir 12, üstə 5 gəlir 17. İndi üçüncü nümunəyə baxaq. Üçbucaq nə idi İbrahim? 3 bucaq. Hem diyeyim. Yuxarıda nə dedik üçbucağın mənasına? Hə, rəqəmlərin Hayda. Baxırsan da ekranda görürsən də üçbucağın qabağına nə işarə qoymuşam? 3 bucağın qabağına ay mən görmüş. 2 3 5-in ortasında nə var? Vur. Vur işarəsidir də. Hə. İndi burada nə edəcəyik? Neçə olacaq cavabı? Burada vururam 6 dəfə 1 6. 30. Bu eləyəcək 30. Bəs burada nə edəcəyik 435-dən? 435'də orada nə eləmişdik? Hə, oradan 8'i vurmuşduq. Yox. Toplamışıq, bala, toplamışıq. Dərsə qulaq asmırsan sual verəndən sonra. Baxıram mən sadəcə. Neyse. Neçə oldu? Orada 7 12. Bu da oldu 12. Bəs yaxşı, bu ikisinin ortasında nə işarəsi var? Vur. Vurma. 30 12-yə vuranda 30 12'ye vuranda 12 2 dəfə 360. 360. Şimdi gələ aşağıdakına. Burada nə edəcəyik? 712'ni Hı -hı. 712'dir. 7'ni vururam. Yox, 7 vururam 1'ə, 7 vururam. Yox, rəqəmlərin cəmi vururam da. 14. Rəqəmlərini vursan bir-birinə 14. Bəs bu birində O birisini toplayıram eləyir 7. sonra nə edirik? O eləmişdi. Sonra bölürəm. Hı -hı. Bölürəm 7'yə. 2. 2 eyvallah. Növbəti sualımız. Ona qədər. 7. 7. Zeynəb səndədir 7. Ben. İbrahim 7-də. 7-də nə edirik? Sağdakı ədədin rəqəmlərini bir-birinə vururuq. 4-ü vururuq 2-yə, vururuq 5-ə. Neçə eləyir? 40. 43-dən də 40 çıxanda 3. 2 vur 6 vur 6 neçə eləyir? 2 vur 6 vur 6. Hı -hı. Diyeyim müəllim. 10. De. 72. 72. 81-dən 72 çıxanda 9. 72 çıxanda. Hə, 9. 9 vur 6 vur 1. 54. 54. Bəs 6 54 çıxanda 6. 8 vur 1 vur 8. Zeynəb neçə eləyir? 64. 60. 64. 71-dən 64 çıxanda bəs Ha, 7. 7. Əsma yeyib qurtarmadın sən? Ay Əsma.
Sən nə qədər yeyirsən bala? Hələ bu dərsdə də belə yeyir məktəbdə. Yox. Yox. Qətiyyən. Elə böyük Məktəbdə yox. böyük yemək qutularında da yeməklər aparır. Meyvə ayrı, orada Yox, müəllim. olma, burada şirniyyat, Hə, yox. bir dənə yekə su butulkası, turbo. Üniversiteydi. Mən atam kəndə gedirdim. Onu yola salanda yeyəmədim. Yaxşı, sonra ona qədər sualımız. Yəni mən bunu aparmıyorum. 9. 9. Mən verəcəyim 17 götürüm də. Hə, deyə bilərəm 9-u. Bir dəqiqə qoy Tuncay köçürsün, bir dəqiqə. Hə, Tuncay köçür. Nədir Əsma? Mənim orada 266 üstünə nə yazmışsınız? 260 72. 2 vur 6 vur 6'nın cavabı 72. Əsma nə səs deyirdin? Yox. Hı -hı. Mən bir dənə söz soruşa bilərəm. Buyur, bəli. Əvvəlki dərsimizdə, bundan əvvəlki riyaziyyatda deyəsən atmamışdı o şeyi YouTube-a. Yox, atmışam, atan kimdə qrup atmışam. Hə? Onu da mən səhv baxmışam. Axırda baxıram təzədən eyni qaydalara. Dünənki dərsimizi demirsən, hə? Dünənkini, bir də ondan əvvəlkində, hə. Riyaziyyatı Hə. deyir. Bəlkə də mən səhv baxmışam. Atmışam da bu axşam 21:30-da Atmışsın. dünənkini atmışam. Riyaziyyat 4-cü dərs altında da qeyd olunub. Məntiq 3-cü dərs. Ondan qabaq da məntiq 2-ci dərs. Onda var da mən səhv görmüşəm. Bir dəqiqə. Hə, riyaziyyat 3-cü dərsi bir dənə atmamışam. Hə, müəllim, Onu da yox. YouTube-a yerləşdirmişəm. Yəni bura nəsə atmamışam. İndi atarım bura. Yəqin yaddan çıxıb bura atmamışam. Dərsin Hə. axırında göndərərəm. Yəni heç mən göndərməsəm də uşaqlar. Yəni bu linkə girdiniz, orada kanaldan baxıb o biriləri də tapa bilərsiniz. Hə, amma göndərərəm. Yadımdan çıxıb yəqin qrupa göndərməmişəm. Amma YouTube-a yerləşib, dəqiq yerləşdirmişəm. Mənim yazım. Mənim nömrə 9. 9-cu sual. Çıxırıq, Tuncay, tərsin yazırıq. 43-dən 5 çıxanda necə qalır? 38. 38-in tərsi 83. 73-dən 8 çıxanda 73'ten 8'in çıkanda. Cevap Edərə 65. görək, əsli səndən tez hesab eləyir. 65. 65-in tərsi 56. 36-dan 2 çıxanda 34. tərsi 43. 45-dən 6 çıxanda 5'ten 6 çıkanda. Necələ imtahan bitdi. 39. 39-un tərsi 9'un tersi 93. 93. Şöyle bir şey diyeyim size. Sualın cevabında bax. Məsələn 15-də var, 51-də var, 93-də var, 39-da var. Cavabları belə görəndə çox güman ki, tərslə bağlı nəsə var. Ona görə elə eləyiblər. Bir də tərslə bağlı nəsə var. Yəni olmaya da bilər, amma 99%-da tərslə bağlı nəsə var ki, onu da elə eləyiblər. Aydın. Pardon. Sonra ona qədər Neden sesinde? yaz, sən yaz. Buna qədər varmı kimdəsə? 10. 10-da. 10-da da yenə tərslə bağlanmaz. Onu ben izah edeyim. Çünki variantda 45 də var, 54 də var, 21 Hə, də bunu var, demişdiniz. var. Toplayırıq. 13 üstüne 5 ya 17 vurup 17 vuruq C tərsi. Və tersi.
13 isə 5 gəldi 17. 17-ni 2-yə vururuq. 34 tərsi 40. 7-nin son 4 gəldi 21. 2-yə vururuq 42 tərsi 24. 9-un son 7 gəldi 26. 2-yə vururuq 52 2 tərsi. tərsi 25. 21-in son 6 gələndə neçə edir? 27. 27. 27-ni 2-yə vururuq. 54 tərsi 45. 54 tərsi 45 belə. Başqa 10-a qədər sualımız. Məntiqdə çox mövzu bunun kimidir, çətin. Yox, 2-3 belə mövzumuz qalıb. Ondan sonra keçəcəyik. Asandır. Yəni riyazi bu 5 dənə bölmə var ki, rəqəmlərlə hər şeydir. Onun ikisini keçmişik, 3 dənəsi qalıb. Ondan sonraki bölmələrdə konkret riyazi qaydalardır. Fiqurun sahəsini tapacağıq. Alt-alta toplama, çıxma, vurma, hərflərlə alt-alta toplama zadı var. Hərfin yerinə rəqəm olduğunu tapırıq. Yaxşı deyirəm. Mən zəif olduğum yer deyir, hərfin yeri. Oyunlar var bəzi, sudoku oyunudur, fitoşik oyunudur. Bu oyunları oynayacağıq. Bəlkə də bəzilərini oynamağı bilirsiniz. Sudokunu çox vaxt uşaqlar bilirlər artıq dərsdə qoşulanda. Heç də bacarmıram. Kimlərsə bilirmi sudokunu? Yox, mən Biz almışıq. Bacarmıram. Elə belə baxdığım var, amma bacarmıram. Öyrənəcəksiniz, biləcəksiniz. Ondan sonra riyazi məsələlərə keçəcəyik. Onun riyazi məsələlərin bəzilərini riyaziyyatda keçəcəyik, bəzilərini də məntiqdə keçəcəyik. Sürətdir, yaşdır, faiz məsələsidir və s. Bəs ondan sonra da belə bunlar. Sonra başlayacaq təkrar eləməyə. Bir də tərəzi sualımıza eləyəcəyik birincisini. Dərzli? Tərəzi. Nədə? Tərəzinin qolları olur da, orada kütlələr olur, hərflərin bir kütləsi olur. Yaxşı, 10-a qədər sualımız yoxsa, əgər keçək 20-yə qədər olanlara. 12. 12, 20'ye qədər olmadı. Məndə də 12. 16. 12-də nə edirik? Ədədləri bir-birinə vururuq. Ondan sonra nə cavab aldıqsa, onun rəqəmlərini toplayırıq. 6-nı 7-yə vuranda 42 rəqəm. 42, 42, 7'ye bölündü 6. yox, 7-yə vuranda 42-nin də rəqəmlərini, yəni 4 ilə 2-ni toplayırıq. 4-ün 8 gəlirik 6. 6. Onu 5-ə vururuq. 15. 50. 50-nin də rəqəmləri 5 ilə 0 toplayanda 5. 5. Elmi toplamırıq, vururuq. Onu 5-ə vuranda 50. Bilməm. 8-i 17-yə vuranda 136. 36. 3 və 6-nı toplayırıq, eləyir. 10. 5-i 13-ə vuranda 5 13 vuranda 65, 65. 5. 6-nı da üstə 5 gəlirik. 11. 11 yer. 11. Ne var ya? Başa düşdük. Bəli. Sonra 20-yə qədər 16. 16. On altı mı? 16-da Hadi nə? böyle. Bu ədədləri bir-birinə Hadi bende 13 var. qayıdıb baxaram Tuncay. Buna başladım, qayıdıb baxaram. Vurursunuz bu ədədləri bir-birinə. Sonra bu ədədləri bölürsünüz. Daha sonra alınan cavabları bir-birindən çıxırsınız. Şimdi baxaq bura. 28-i 4-ə vuranda neçə eləyir? 112, 112. Bəs 28-i 4-ə böləndə 7, 7. Ondan sonra cavablar, yəni 112-dən 7 çıxanda nə qalır? 105, 105. 36-nı 2-yə vuranda 72, 70. 36-nı 72, 2-yə böləndə 18,
70-dən 18 çıxanda. 54. 50. İndi bu üçüncüyə diqqətlə qulaq asın. Belə bir fərqlidir bir-birlərdən. Əvvəl 10-dan 5-ə əldə eləyək. Onu 5-ə vuranda, 50. onu 5-ə böləndə, 2. 50-dən 2 çıxanda 48. 48. 48-i yadda saxlayaq, 18-lə 3-ü əldə eləyək. 18-i 3-ə vuranda 54. 54. Bölərdə 6. böləndə 6. 54-dən bəs 6 çıxanda 54'ten 6. 8. 48. 8. Bu da 48, bu da 48. Bir-birinə bərabər olur. Bəli. Ona görə də burada ikisini yazıb ortaya bərabərlik işarəsi qoyublar. Yəni ki, hər ikisinin cavabı bir-birinə bərabərdir. Aydındır. Evet. İndi sonuncuya baxaq. 21-i 3-ə vuranda 63. kimsə sual vermək istəyirdi. Xeyr, xeyr, xeyr. 21-i 3-ə böləndə 7 çıxanda 60-dan 56. 56. bir dənə bunu götürdü. Götürdüm, götürdüm. Birinci mötərizənin içindəki vur işarəsidir. Vur, cavablar bir-birindən çıx. Yaz. Yazdınız? Bəli. Ne yazıyorsun da? Hə, gözləyirəm, yaz. Zaman. 13-ə qaydaq. 13-cü suala baxaq. 13-də Tuncay. Dairələr vurmadı. Kvadrat toplamadı. Bütün dairələr vurmadı. Kvadratlar isə toplamadı. Bax. 5-i 2-yə vuranda neçə eləyir? 10. 10. 3-ü 4-ə vuranda 12. 12. Mötərizənin ortası toplamadı. 10-la 12-ni toplayanda 22. İndi ikincidə mötərizənin içində toplamalardır. 3-ün üstə 4 gələndə 7. 7. 2-nin üstə 3 gələndə 5. 5. Ortada da vurmadır. 7-ni 5-ə vururuq 35. Hı hı. Üçüncü də yenə mötərizənin içində vurmalardır. 7-ni 2-yə vuranda 14. 4-ü 6-ya vuranda 24. Önden de 26. 24. 38. 38. İndi sonuncu da mötərizələrimiz toplamadır. 5-in üstə 3 gələndə 8. 2-nin üstə 6 6 daire de vurma olduğuna göre 8'de 64. 6-nı. 8. 64. 60. Doğru cevap yazdı. Sağ ol. Ben bir de Sonra- pensizin yazdım. Yes. Sonra Ben bir gözleyeceğim. gözləyirəm səni. 20-yə qədər kimin sual var desin? 22. 20-yə qədər. Ha 20'ye kadar yok. 19. 20'ye kadar 16. Neçə İbrahim 16? Yok. 16 tane dizmeli. 16-ya izah elədim ha indi baxdıq da. Onu bildim. Başka bende yoktu.
19 kimdəydi? Əsma səndəydi 19. Məndə mi? Yox. Zeynəbdəydi. 18 var. 18 də Tuncayda var. Yaxşı. Tuncay yaz. 18, 19-a bir yerdə baxacağıq. Neçəyə baxırıq öndə? 13-ə baxdıq, bitirdik. İndi keçəcəyik 18 ilə 19-a. Bitirdin Tuncay? Nerede? 24 derecesindeymiş. Az önce yazdım. Yazdım ben de. Hı hı. Keçdik 18, 19-a. 18-də satdıq. 18-də dairə rəqəmləri toplayıb kvadrata yüksəltməkdir. 4, 3 və 1-i toplayırıq. Kvadratı nedir, hə? 8, 8-in kvadratı 64. Yox. 5, 1 və 3-ü toplayırıq. 9, 9-un kvadratı kvadratı 81. 81. Və onda burada da 2, 4, 3-ü toplasaq eləyəcək 9. 9-un kvadratı da 81. Tuncay, burası aydındır. Kvadrat isə toplayanda sağdakı ədədin kvadratı olur. 3, 2, 4-ü toplayanda 9, 9. 3-ün kvadratına bərabərdir. 6, 4 və 6-nı toplayanda 16 da 4'ün 4-ün kvadratına bərabərdir. Bəs yaxşı Tuncay, 9, 9, 7-ni toplayanda neçə eləyir? 9 7'yi toplayanda Hı -hı. 25 25 nəyin kvadratına bərabərdir? 5'in. 5'in. Deməli, bu tərəfində cavabı 5 oldu. Bu 81 oldu. Bu 5 oldu. Ortasında da Tuncay toplama işarəsi var. 81 isə 5 gələndə 81 üstüne. 81. 81 üstüne verilirse 5 gələndə. 86. 86 cavab olacaq. Y variantı. Ben bir de yüzdeyle çözeceğim. Yerə gedən. Sonra 19-a baxacağıq. 19-a kimin sualları var idi? Mənim. Zeynəbdə var. Tuncayda var. Məndə də var. İbrahimdə var. Əli yazmısan 19-a? Bəli. Yolu qarşı yazmışam. Əsma yazmısan 19-a? Hə. 9 2 var hatta. Hə, mən bildim, hə. Necə yazmısan Əsma 19-a? 8 ilə 6'ını toplamışam 14. 9 dəfədə 5 45 olur 1445. Düzgündür. Aydındır ehtiyacaq. Müəllim, mən də elə tapmışam. Deməli, 19-da aşağılar. Kənardakı ədədləri toplayırıq. Yəni 8 ilə 6-nı toplayırıq. 14 olur. 14. 9 ilə də 5'i vururuq. Aha. Ortadakıları isə 9-u 5-ə vururuq. 45. 5. 7 ilə 9-u toplayırıq. 16. 16. Ortadakı 5-i də 4-ə vururuq. 20. 20. Necə Tuncay? Belli. Yaz, olsa silmirəm ki. 9-un isə 1 gəlirik. 10. 6. 10-u da 2-yə vururuq. 13. 6'nın üstüne 9 geldi. 15.
İçində 7-yə vururuq 14. 4. 15, 14 A variantı olur. Aydındır İbrahim. Bəli. Zeynep aydındır. Ben Tuncay aydındır. ben Başka 20'ye kadar kimin hansı sualı var? Yoxdur 20'ye kadar sizdə. ben 30'a kadar sualımız. ben gözüydü. Tuncay mən sən 22. gözlürüm, narahat olma, çevirmirəm. 22. 30'a kadar məndə 22. 21 ben. 21, 22'ye baxaq. Yazdın Tuncay? 22, 22 məndə düzdür. Ben başa sonu. Yazdın? Evet. 21'de ve 20. 21'de ədədlərin təkliklərini toplayırıq, onluqlarını vururuq. Yəni 3 ilə 7-ni toplayırıq. 10. 2-ni 1-ə vururuq. 2. 8 ilə 2-ni toplayırıq. 10. 3-ü 1-ə vururuq. 3. 6 Ben ilə latar 5-i başa toplayırıq. düşmedim. Necə? Latar da ben başa düşmedim. Bax Tuncay. Hər birinin təkliyini. 23-ün təkliyi nədir? 3. 17-nin təkliyi nədir? 7. 7. Bunları toplayırsan. 3 ilə 7-ni toplayan nə edir? 10. 10. Aldıq onu. Onluqlarını isə vururuq. İndi 23-ün onluğu neçə eləyir? 2. Onluğu 2. Bəs 17-nin onluğu 1. 3. 2. Yox, toplamırıq. Bu dəfə vururuq. 2-ni bir Vururuq. arada neçə eləyir? 2. 2. Başa düşdün indi? Ben. 8 ilə 2-ni toplayırıq. O, 3-ü On. 1-ə vururuq. 3. 1. 3. 3. 6 ilə 5-i toplayırıq. 11. 11. 7-ni 2-yə vururuq. 14. 2 ilə 0-ı toplayırıq. 2. 3-ü 1-ə vururuq. 3. Ən sonda 9 ilə 4-ü toplayırıq. 13. 2-ni 3-ə vururuq. 6. 6. Yəni 136 cavab. Ay. Yazdı hamı. İndi 22-yə baxaq bunda. 22-də özündən rəqəmlər verməliyik ki, o cavablar düz gəlsin. Özü deyir ki, bir-birindən fərqli rəqəmlərdir. Rəqəm deyirsə, deməli mən ora 0-dan 9-a 9'dan qədər. 9'a kadar. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 yox, 9-a qədər. 10 yok o birler. Ama onda bunda səhvlik var da. Və fərqli yazmalıyıq. Niyə səhvlik var? Bax, 6 olması üçün nə ilə nəyi toplamısan əsməsən? 6 olması üçün mən 1 ilə 5 toplamışam. 1 nə? Yəni romba 5 vermirsən də, düzdür? Aha. Yaxşı, romb 5 olsa, nəyə bölüb 5 alarıq? 10-u 2-yə bölmüşəm. 10 işlədə bilmirik də. Hmm. Axı 10 rəqəm. Deməli, başqa cür. 6-nı başqa cür necə alarıq? 4 bölü 2. Yazmışam. 4 ilə 2 olsa, yaxşı, nəyə bölək ki, 2 qalsın cavabında? Bilmiyorum. 6 3'e. 6-nı 3-ə. Sualımdır da. Toplayanda neçə eləyir? 6-nı 3-ə böldü 2, 4-ü 8 gəldi 6. İndi toplama hissəsinə. Dairə 3-dür. Ağ dairə. Kvadrat 6-dır. Qara dairədə 9. 4-dür. 9, 4, 13. C variantı. Ben başka yerde. Tamam. Neynəmsən? Dəftərdə Başka yerde kalıyorsun.
Başqa ədədlər hansıları götürmüsən Zeynəb? Mən qara dairəni 1, romu 5, içi boş kvadratı 10, 10 içi boş götürə bilməzsən dairəni 2. Zeynəb. Nə deyir? Bir-birindən fərqli rəqəmlər deyir. Ona görə götürmək olmaz. Hə, rəqəm. Amma yenə də cavab düz alınıb. Düz alınıb, təsadüf alınmaya da bilər. Çünki şərtdə rəqəm deyil, 10 artıq rəqəmlikdən çıxır. 10 verəndə, 5 verəndə alınmır, başqa cavab çıxır. Yoxsa alınır. 5, yoxu böyük cavab alınır onda. 13 alınmır axı, böyük alınır. 13 olur. Niyə? Mən elə Mənə qədər 13 alır. 10, 11. O bir də 5, 16 olur. Uf, bir dəqiqə. İçi boş dairəyə 2 vermişəm. Hı-hı. Kvadrata 10 vermişdim. Hı-hı. İçi dolu dairədəki 1 vermişdim. Mən də elə. Romba da bir, hə, təsadüfən düz gəlib, amma dediyin əslində qaydanın səhvdir. Hı -hı. Səhv də çıxa bilərdi. Sonra 30-a qədər sualımız. 23. 27. Nə səhv edirəm? 23 kimdə idi? Məndə müəllim. 23-ə bax. Nəsə deyəsən. Hə, elə dünən keçdiyimiz riyaziyyatla bağlı. Mənfidir bunu. Hələ mən qoşulmamışdım ki, riyaziyyata. Qoşulmuram. Bilirəm Söncək. Demə, rombun mənası nədir? Rombun mənası Rombu mənası Bölüç. Bölüç. Bölüşdür. Vurmaq. 25-i 3-ə vururuq 75, 14-ü 3-ə vururuq 42. Bəs yaxşı, 48-dən mənfi 24-ü necə alarıq? Mənfi. Bölünsün mənfi 2. Mənfi 2. Bölünsün mənfi 2-yə. 48-i mənfi 2-yə bölün. Yəni 2-yə bölsə 24 eləyirsə, mənfi 2-yə böləndə də mənfi 24 eləyir. 134-ü 2-yə bölsək mənfi 67 eləyər, amma mənfi 2-yə böləndə mənfi 67 eləyir. İndi baxaq. 8-i birinci böləcəm mənfi 2-yə. Neçə eləyəcək? 8-i 4. Mənfi 4. Mənfi 4. Sonra vur 3 gəlir. Mənfi 4-ü 3-ə vuranda 12. mənfi 12. Mənfi 12. Mənfi 12-ni təzədən bir də böləcəyik mənfi 2-yə. Neçə eləyəcək? 6. Bu dəfə müsbət 6 olacaq. Çünki ikinci mənfi 10 təzədən müsbət Hə. eləyir. Müsbət Mən 6 Y variantı. Düz tapmışam. Kim düz tapıb? Al. 8. Altı gün məktəbə gedirsiniz, uşaqlarsınız. Yox. Yox, müəllim. 5. Hamıda 5 gündür də. Ha, elə. Ölür. Vurulsun 3. Mənfi 4. Bitdi mi? 30-a qədər. 20. 25. Neçə? 25. 25. Nə 25 deyirəm? de. Müəllim, 27 ilə 15 toplayırıq, 42, bölürük 3-ə 14. Aha, düzdür. 40 ilə 14-ü toplayırıq 54, bölürük 3-ə 18. Əsnəli bildim. Demək, topla böl 3 olacaq burada. 27 ilə 15 toplayırıq 42, 3-ə bölürük 14. 14. 40 ilə 14 toplayırıq 54, 54 3-ə bölürük bölürük 3-ə. 18. 41 ilə 16 toplayanda 57, 3-ə bölürük 19. 55 ilə 14 toplayanda 69, bölürük 3-ə 23 D variantı. Aydındır? Mən bana neçə düşdü? Necə? 58. 18-də içindəki cavab düşür 18.
Sonra 30'a qədər sualımız. 27. 27. Bitirdiniz yazın. Ne diyeceğiz yani? Ya. Bende 26 var. Baxım 27-yə qayıdıb baxacağım Tunca. 27-də sağdakı ədədi vurursunuz 2-yə və soldakı ilə toplayırsınız. 8-i 2-yə vuranda neçə eləyir? 16. 16 üstə 5 gəldik. 20. 15-i 2-yə vururuq. 30 üstə 6 gəldik. 36. 3-ü 2-yə vururuq. 6 üstə 3 gəlirik. 9. 10-u 2-yə vururuq. 20 üstə nə gəlsə 28 eləyər. 8 8. gəlsək olacaq. Mən başqa yolla tanımışam. Necə eləmirsən? Müəllim, birinci 5-in üstünə 8 gəlmişəm 13. Sonradan Mən də yenidən elə. 8 gəlmişəm 21. Yəni 2 dənə 8-i gəlmək elə 8-i 2-yə vurmaq deyil. Eyni şeydir amma fərqli cürdür. Üstə gəlmədi. Yəni zaten vurmanın mənası eyni qədər hədəddə toplamaq. Bəli. Evet. Yəni yolun düzdür, səhv deyil. Hardasa elə eyni şey demiş oluruq. Mən də elə yazmışam. Hı hı. Ben gözlüyor. 8 3. Gözləyirəm Tunca, narahat olma. Sonra biz 26-ya baxacağıq. Tuncay biraz tez yaz. Yazdım ben. Bitti. 26-dan birinci ədədin tərsini bir də ikinci ədədin tərsini. Bu tərsləri bir-birinə bölürük. 84-ün tərsi nədir Tuncay? 48. Bəs 21-in tərsi 12. 48 12-yə böləndə 4 edir. 4. 57-nin tərsi 75. 51-in tərsi 15. 15 böləndə 5 edir. 5. 63-ün tərsi 36. 36. 81-in tərsi 18. 36 18-ə böldü 2. 29-un tərsi 92. 92. 32-nin tərsi 23. 23. 92-ni 23-ə böləndə neçə edir? Zeynəb neçə edir 92-ni 23-ə böləndə? Ne malum? 92-ni 23-ə böləndə neçə edir? 3. Müəllim deyim. De. 4. 4. 4. Çevir. Bende bende bile 29 var. 29-a baxaq. Kvadratları cəminin tərsidir. Tərsi. 6-nın kvadratı neçə edir Tuncay? 6 kvadrat 36. 4-ün kvadratı 16. 16. 36-nı 16-nı toplayanda bəs 52. 52. onun da tərsi 5-in kvadratı neçə edir uşaqlar? 25. 5. O biri də 4. 2-nin də kvadratı 4. 25-in 4 toplayanda 29. 29 tərsi 92. 4-ün kvadratı 16. 16. 26. 16 və 7-nin kvadratı 49. 9. 16-ın isə 49 gələndə 65. 5 tərsi 56. Tərsi 56. 3-ün kvadratı 9. 9. 8-in 64. kvadratı 64. 64. 9 64 toplayanda 69. 73. 73. 73. Tərsi 37. Neydi? 30'a qədər var başqa sualımız. 30. 30 kimdə idi? Bende. Baxaq 30'a. Bende de var. 30'da neyinmiş bəs? Baxaq ona.
Deməli, bayaqkı sualın eynisidir. Təklikləri toplayırıq, onluqları vururuq. 3 ilə 8-i toplayırıq. 11, 4-ü 6-ya vururuq. Vururuq. 24. 9 ilə 1-i toplayırıq. 10, 7-ni 2-yə vururuq 14. 7-ni 2-yə vururuq 14. 2 ilə 4-ü toplayırıq. 6, 3-ü 6-ya vururuq. 2 ilə 0-ı toplayırıq. 2, 3-ü 1-ə vururuq. 3. 7 ilə 1-i toplayırıq. 8, 8, 5-i 3-ə vururuq. 15. 15. 8, 15. C variantı. Bir daha. Sağ. 30-a qədər qalmadı heç kəsdə sual. 35. Keçdik 40-a qədər. 31 kimdə idi? 32. 31-ə baxaq. 31-də birinci rəqəmləri toplayırıq. Sonra da onu 2-yə vururuq. Tuncay 1 ilə 2-ni toplayanda neçə eləyir? 3. 2'ye de vuraldı 6. Baş sol. 4 ilə 1-i toplayanda. 5. 2-yə də vuranda. 2'ye de vuraldı 10. 2 ilə 2-ni toplayanda. 4. 4'ü de 2'ye vuraldı 8. 2 ilə 3-ü toplayanda. 5. 5'e 2'ye vuraldı 10. 16. 32 kimdə idi? Mənim müəllim. 32-də nə eləyəcəyik bəs? Ne biraz yazıyor? Gözləyirəm, yaz. Mən Şimdi bakalım ben de düzdü. Aha, 32-də toplayıb kvadrata yüksəltməklə yoxlamısınız yəqin, amma sonra Bəli, düzəltdim. müəllim. Hə. Bəli. Onun yerinə çıx kubla yoxlasaydınız, Hansı altdan 2 çıxsaydı 4, 4-ün kubu 64. O birində isə çıxırıq, kvadrata yüksəldir. 14-dən 1 çıxırıq. 3, 3-ün kvadratı 9. Kvadrat kvadratdır, amma dairə kubdur. 8-dən 6 çıxırıq. 2, 2-nin kubu 8. 5-dən 4 çıxırıq. 1, 1-in kvadratı 1. Təzədən bunların içində ortada yenə kvadrat işarəsi var. Yenə 8-dən Yəni çıxma. 7, 7-nin kvadratı 49 verəcək. Aydındır? Sonuncudan 12-dən 9 çıxırıq. 3, 3, 3-ün 3-ün kubu kubu 27. 9-dan 5 4 çıxırıq. çıxırıq 5. 5-in kvadratı 25. Təzədən 27-dən 25 çıxırıq. 25 çıxırsa eləyir 2. 2-nin 2-nin də kvadratı 4. 4 cavab. Mən indi bunu Mən yolunu düz tapmışam. Axırda səhv etmişəm. Hesablama səhv Yani elədim. cevap nerede 32'de? Axıra nə aldıq? C variantı 4. 27-dən 25 çıxdı. 2, 2-nin kvadratı 4 tunca. Qeyd eləyin, sonra keçək növbəti sualımıza. Qırxa qədər sualımız. 35. 35, 36, 37, 38, 39. Nə oldu ki? Qalmadı ki sual. Hamısını bir dəfə yükləmişəm, değil mi? Benim benden 40'a kadar kala bir 35'den 36 kaldı. 32-yə qədər cəm bir dənə sualım var idi. Sonlarda körlədim. Sonda sən yorulmusan, Əsmə. məndə də elədi müəllim. Bax, o elə olanda ara verin. Gedin başqa dərs Bəli, eləyin, biraz istirahət eləyin, təzədən qayıdın. Onda beləcə tapacaqsınız özünüz. Artıq o sən yorulmağının nəticəsidir ki, yorulmusan. 35-ə baxaq. Nə qədər 35-də dəfəlim tapılmadı. 35-də neynə deməli? Neynəyək? 210. 210. Vur bir-birinə üstünə bir gəl. Hı? 21-i 10-a vuranda 273. Üstünə bir gəl 274. 8-i 33-ə vuranda 264. Üstünə bir gələndə 265.
15'i 12'yə vuranda 180. Üstünə 1 gələndə 181. İndi gəlin bura bir x deyək. Bilmirəm nədir. Yani Deməli, 830 eləyir. necə? 830 burada. 8 sonunda 264. Üstünə 1 gəlir 260. İndi 29'u x-a vuracaq. Olacaq 29x. Üstünə də 1 gələndə 204 verməlidir bizə. Belə çıxır ki, 29x bərabərdir 203-ə. X də bərabərdir 7-yə. Cavab da Y variantı. Onu böyle koyacağız. Müəllim, yenə tək keçəcəyik. Niyə keçmirik ki? Təbii keçəcəyik. Asan, bu dəfə asan deyil. Bir dənə asan, bir dənə çətin salacağım. Dostlar. Bəlkə promo başdan çətinləri yükləyək, sonra gedək asanda olar. Bilirəm, asanlar. O məntiqli olur. Arada biraz asan atmazsa, onda məntiqdən bezəsiz oxumayasın məntiqi. Müəllim, saat 1'den başladı. Ders başlayana kadar məntiq yazmışam ben. Bundan sonra asan olacaq. Bu bölmə. Müəllim, mən də Mən də elə bu gün yazmışam hamısı. mən düz 5 saat vaxt sərf elədim bunu. Normal, Bizden 7 saat. normaldır da indi öyrəşəcəksiniz, ondan sonra o qədər vaxt olmayacaq. Yəni çətin bölmədir və normal vaxtdır. İndi 36-ya baxaq. Siz ne yazıyorsunuz? Yaz tez elə tutacaq. 36-da Üçbucaqda daha maraqlı sual Gəlsin. 36. 36-da nə edirik biz? Neymiş? Sonuncu rəqəmi gətiririk əvvələ. 4'ü buradan götürürük, qoyuruq bura. Nə olur? 4'ü 432. 432. 32. Hə, bunu mən də yoxlamışdım. Hareketler. Düzdür, mən də tapmışdım. Kvadratdan indirik biraz. Kvadratda 1 ilə 4'ü toplayırıq. üstünə də 5 gəlir. 5. Oradakı 5 də Bu 5'i də heç nə eləmirik. Elə aparıb qoyuruq yanına. bəli. Nə? Hətta 100'lü ilə 10'luğunu topladıq. 1 ilə 4'ü. Başa düşdüm. O da olduğu kimi elə yanında da heç nə eləmədik. İndi baxaq bura. Biri əvvəlcə qabağa gətiriblər. 182 olub. 182 Sonra 1 ilə 8 toplayıblar. 9. 2'ni də yanına yine yazırlar. yanına koydum. Şimdi 213'te olacak 321 Əvvəl 3 qabağa gələcək. 321. 21 Sonra 3 ilə 2'ni toplayırıq. 5 Beş. o da 1. Bir də elə yanında olanda olacaq 51 cevap. Başa düşdük. Bəli. Benim koy sınıfta. Köçür. Çoxca riyaziyyatla məntiqdən yazdığımız testlərin axırı çox çətin olur. Elə çoxu var. O normaldır. Siz hələ hazırlıqlara falan çox da başlamamısınız da. Zaten məsələn yuxarı siniflərdə hazırlıqlara girəndə düşəcəksiniz. Toplu testlər var, riyaziyyatdan, kimya, biologiyadan və s. Yəqin görmüsünüz o topları. Ən azı ingilis dilindən, Azərbaycanla falan görmüsünüz yəqin ki. Azərbaycanda görmüşəm. O topluların da həmişə elədir də. Yazırsan, axırlarına gələndə daha çətin suallar olur. Ümumiyyətlə, test yazılanda elə yazılır da. Daha çətin suallar axırlarda olur. Bizim 40'a qədər sonra 37'yə baxacaq. Ha, Aha, 37'yə. Bende daha yoktu. hələ var. Yarım saat. 37 vurma əməlidir. Ha, 37. Aha, özə deyir ki, L, N, D, P müxtəlif natural ədədlərdir. Bu dəfə ədəd deyir, ha, yəni ondan böyük qiymət qoya bilərik, problem yoxdur. İndi 6'nı almaq üçün nəyə vurarıq? 3 dənə hərfi vuraq 6 eləsin. 3 dənə hərfi vuraq. Üç, iki, 2 vur 1 vur 3. 2'dir, 1'dir, 3 demək onlardan biri 2 olmalıdır, biri 1 olmalıdır, biri 3 olmalıdır. Bəs 24'ü necə alırıq? 3 vur 1 4, sonra 2. 3 vur 1, vur neçə? 8. 8. İndi baxaq bura. Bunda da L-nanlığı var. Bunda da L-nanlığı var. Onlar eynidir. Amma burada D var, burada P var. Deməli,
Cavabı da birində 24'dür, birində 6'dır. 24 Mən L-nı 3 götürdüm. ya tələsmə. Hələ L-la işimiz yoxdur. 24 altdan neçə dəfə böyükdür? 4 dəfə. 4 4 dəfə böyükdür. Deməli mən P ilə D-yə elə qiymət verməliyəm ki, biri o birindən 4 dəfə böyük olsun. Onda D-yə 2 verərəm, P-yə 8 verərəm. Düzdür? Bəli. Ki cavabları 2 dəfə böyüksün. N ilə L-nın da birinə 1 verəcəyik, birinə 3 verəcəyik. Ha. Mənim 4 dənə qaldı qurtarmaq. Yaxşı. N-la L-nın birinə 1, birinə 3 verəcəyik. Hansısa birinə hələ ki qalsın. P-yə 8 versək. Əsma 8-i nəyəsə vurub 12 ala biləcəyik? Olmaz. Yox. Deməli dəyişək qiymətləri. 3, 8 işlətməyə. 24-ü elə bir vurma eləyək ki, orada 8 olmasın. Başqa cür 24 necə alaraq 8 işlətməyə. 8 mən səhv eləməyəcəm, çünki 12-nin vuruqlarından biri deyil. 4'ü 6'ya vurarıq. 1, 4, 6 deyirsən, ha? 1, 4, 6 olmaz axı. Yuxarıda N-lanlığının işlətdiyim rəqəmlərdən işlətməliyəm. 3, 4, 2. 4, 2, 3. 3, 4, 2-ni yoxlayaq. O olar. 2, 4, 3. Onda N-lanlıya eyni olanları 1, 2, 1, 3'dür. Qalır yerdə D-la P-yə də birinə 1, birinə 4. Buna 1. Yəni P'yə 4, D'ya 1. Aha. Yaxşı, P-yə 4, D-ya 1 versəm, 12 almaq üçün L-ya nə verməliyik? 3. 3. Hə, deyəsən alındı. L-lara 3 D'ya 3, versək, D'ya 4, D'ya da 1. N-ya da nə qaldı bəs? 2. 2-dən İki. aldı. Yoxlayaq. 3 vur 2 vur 1, 6 eləyir. Hə. 4 vur 2 vur 3, 24 eləyir. Bəli. 3, 4 vur 1 də 12 eləyir. Hə. Deməli onda D oldu 1, P oldu 4, N D oldu 2, cavab oldu 8. İndi bunu da çözürsən. Bəndə düzdür. 38-ci sualı yazmaq üçün qayıdaq birinci Sən suala. bir də bunu yazın da. Bax yazın. Bir dənə birinci suala bax. Əsma 38-ci sualın cavabı özü çıxacaq. Əsma çıxıb ki internetdən. Əsma eşidirsən bizi? 37-ni başa düşdünsə. Sonra o LP'de orada qaldıq. Orada birinə 4, birinə 2 tapdıq, vuranda 8 elədi. İndi biz nə götürdük hərfləri? L-ya 3, N-ya 2, Hı -hı. N-ya 1. P-ya 1, P-ya da 4. Hamısını ödədi. Aydın oldu. 38-in həllinə gəlməmişdən qabaq qaydaq birinci suala baxaq. Öz vərəqinizdə baxın. Baxa bilirsiniz vərəqdə. Birinci sual necə yazmışdınız? Yəni mən 3 kvadratı da 4 kvadratı Kvadratlar el. toplayıb Kvadratlar Aşağıda toplayacaq. Cavab o topladığımız cavabın kvadratı olmalı. 3 ilə 4 idi, 6 ilə 8 idi, 5 ilə 12-ni də bizdən soruşur da, düzdür? İndi qaydaq 5 38. kvadratı İndi 38-ə qaydaq. Və özümüz baxaq görək tapa bildik 38-i. sən demiş. Mən düz yazmışam. Başa düşdü. Tapdın Əsma 38-ində. 3 ilə Başa 4-ün düşdüm kvadratlarını hələ, toplayanda Sadəcə tapılmam. 25 5-in kvadratıdır. 6-nın kvadratı ilə 8-in kvadratı 36-nın 64 toplayanda 100 10-un kvadratıdır. İndi yuxarıdakılar 1-in kvadratı ilə 0-ın kvadratını toplayanda 1 ilə 0 ilə 1 eləyir. 0-ın kvadratı ilə 1-in kvadratını toplayanda da yenə 1 ilə 0 yenə də 1 eləyir. Onlar da 1-in kvadratıdır. İndi 5-in kvadratı neçə eləyir Əsma? 25. 25. 12-nin kvadratı. 144. 44. Bunları toplayanda Eləyəcək 100. 169. neyin kvadratıdır? 13'ün. 13'ün elə. 13'ün.
Aydın oldu. 9. Bəli. Qeyd elədi hamı 38-i. Bir də yazayım. Yaz Əli, yaz. Kvadrat, kvadrat, topla. Bitdi. 40-a qədər, sonra 39-a baxırıq. Nerede bir Mənim 40'tan sonra Tələsmə, hələ 39-a baxaq. 39-a nöqtələr bölmədir. Biri 1-ə bölünür 1, yenə biri 1-ə bölünür 1. 4-ü 2-yə bölünür 2, 4-ü 2-yə bölünür 2. 15-i 3-ə bölünür 5, onu da 5-ə böləndə 2. 2, 12-ni 3-ə bölünür 4, 8 4-ə böləndə 6-nı 2-yə bölünür 3, 9 da 3-ə böləndə 3. böldü. Daire beraber böldü. Siyah. 40-a qədər var. Bir də 40. 40-a qədər heç kəsə yoxdursa keçək 50-yə qədər olacaq. 40 46. 40 var səndə. Mən 40-da nə edirik? Birinci rəqəmlərin üçünü toplayırsan. 7-ni 1-i 4-ü toplayanda 12. 12. Hayır. Bir də axırıncı ikisini toplayırsan bir dəfədə. Ha, 7-nin bunu altını yazmışdım toplayanda. ben. 6 3 1 toplayanda 10, 2 ilə 4 toplayanda 6. 6. 7 5 5-i toplayanda 17, 1 ilə 8-in cəmi 9. 2 4 8 toplayanda 14. 9 13 toplayanda 12, 14 12 devam. Başqa 40-a qədər qalmadı. Hayır, mən. 50-yə qədər. 46. 43. 43. Hamısı. 43. 46. 43-ə baxaq birinci. 43 çıxırsan, kvadrata yüksəldirsən, tərsini yazırsan. Bayaq bunun oxşarını var edirsən. 40. Bildim. 9-dan 1 çıxırıq. 8. 8-in 8'i kvadratı. kvadratı 64, 64'ü de tersi 46. 7-dən 3 çıxırıq. 4. 4-ün kvadratı 4, 16. 4'ü kvadrat olması tersi. 5'i 0. 61. 5'den 0 çıkarım. 5, 5'i kvadratı 25, tersi 52. 9-dan 3 çıxırıq Əbəs Tuncay. 9'dan çıkarım. 6, 6'dan 36, 36 da tersi 63. Variant. Sonra neçə? 46. 6. 46-dan eynilik bəs. Soldakı ədədi 3-ə vurursan. Buranı 3-ə vurursan. Bu sağdakıları 2-yə vurursan. Sonra bir-birindən çıxırsan. Necə? 6-nı 3-ə vuranda neçə eləyir? 18. 18. 8-i də 2-yə vuranda. 16. 16. Ela, ha 16. Çıxanda 2. Ha başı. 8'e vururum. 9-u 3-ə vururuq. 27. 27. 3-ü 2-yə vururuq. 6. 27-dən 6 çıxanda 21. Bana zaten yalnız gibi bir şey düşmedi. Tuncay bax, soldakı ədədləri birinci ədədi 3-ə vurursan. 6-nı 3-ə vuranda neçə eləyir? 30 oranı 18. İkinci ədədi 2-yə vurursan. 8-i 2-yə vuranda 8'i 2'ye vuranda 16. 16. Sonra cavabları çıxırsan. 2. İndi ikinci nümunəyə baxaq. Neyniyəcək Tuncay orada? Yani 9'u vuracaksa
27. 27'den də çıxacağıq. 3 vur 2. 3 vur 2'ye 6'ya. Qalacaq. 27'den de 6 çıxanda 21. Ay, sağ ol. 8-i 3-ə vururuq. 24. 4-ü 2-yə vururuq. 8. 24-dən 8 çıxanda 16. İbrahim, nə edəcək sonraki 3 ilə 4-dən? Ay İbrahim. Nə etmək lazımdır? 3 ilə 4-də. Hı? Mən bir də özlüyüm. 3 ilə 4-də vurdum 3'ə. 9. Hı -hı. Vurdum 3'ə 9. 9'dan da 2 idi ya. 9'u da 4'ü də vururam 2'yə də. Hı? 8. 9'dan da çıxıram 8'i 1. Aha. Sonra Zeynəb, bəs sonrakında nə edəcəyik? Mən 0 3'ə vuracağıq 0. Aha. 0 2'ye vuracağıq 0. 0'dan 0 çıxırıq. Aha. Rəsmə, bəs sonda nə edəcəyik? 7-ni 3'ə vururuq 21. 5-i 2'yə vururuq 10. 21-dən də 10 çıxanda cavab 11. Ay, sağ ol. Aydındır uşaqlar. Bəli. Bəli. Sonra 50-yə qədər sualımız. 7. Sen gözleyin bir dənə. 7 müəllim. Gözləyirəm mən. 47-yə baxacaq. Yaz Tuncay, yaz. Şeydə baxaq. Bu testin ardı var yoxsa elə 56-dan mı? 56 tane. Cavablarını görmədi. 156'yı keçmirdi. Hı. Düşmədi. Yazdınız. Şimdi sonra neçə dediniz? 47. 47 kimdə? 48. 47 kimdə var? Esmada. Qanhan düz yazır bu teydi. Məndə mən. Bəli, bəli. Boş deyə Elə bir hansı yazmısan soru sən? varmı? Yazmışam. Yazmışsın. İbrahim, sen yazmışsan 47'ni. Hayır. Tuncay yazmışsan? Bəli. Yazmışsan? Nətər yazmışsan Tuncay 47'ni? Bəli, mən 12'yi vurmuşam. Daha cavab olub 36. Hı -hı. Sonra mənim 36 rəqəmlərinin cəmini tapmışam 9. Düzdür. Burada da cavabı top. Düzdür, düzdür. Bəs Nasıl yenə belə topluyor? tapırdın sən də? Bəli, moment. Aha, deməli, vururuq. Bayaq buna oxşadı misal yazdıq. Vururuq. Alınan cavabın rəqəmlərini toplayırıq. 12'ni 3'ə vururuq. 36 eləyir. O 3 ilə 36 9 16'yı toplayanda 9. 9'u 6'ya vururuq. 54 4 eləyir. cəmləri də. 5 ilə 4'ün cəmi 9. 4'ü 8'ə vuranda 30 eləyir. 3 ilə də 2'nin cəmi 5. 99. 99. 9 ilə də 9'un cəmi 18 cavab. Aydındır İbrahim. Bəli. Bəli. Sonra 48 dedisən. Bəli. 47. Ya Esma yaz, sən sonra 48'ə baxaq. Yox. 48'də. Deyil. Toplayırıq. Bayaq buna da oxşayan nümunə yazmışıq. Toplayırıq. 2'yə vururuq. Tərs. Bəli. Və tərsi. Tərsi bəli. 19'dan 7'ni toplayırıq. 26'nı 2'yə vururuq. 52. Tərsi 25. 26, 26, 25 toplayırıq. 33. 2'yə vururuq. 66 ilə 66'nın tərsi də olur 66. 11 ilə 8 toplayırıq. 19. 2'yə vururuq. 38. Tərsi 83.
12 ilə 17-ni toplayanda Zeynəb neçə edir? 29. 29-u 2-yə vururuq. 58 tərs 85. 85. 85 deməli. Sonra 50-yə qədər. Ben bir de gözlüğüm. 50-yə qədər deyin görmüşəm. Nömrənizi deyin, mən sonra keçib yazacağam. 50'ye kadar ben bir daha tapşırık Yoxdur 50-yə qədər. Ben de aslında kala kala 53 lira 54 kaldı. 53 məndə də. Keçdik 50-dən sonrakılara. 53. 53. 53-ə baxaq. Ha. 53 əslində sizə biraz köməklik verir. Deyir ki, A-nı kvadrata yüksəlt. Üstünə göstərir. Sonra vur 5-ə. Bir də çıx 25. Yaxşı, bu 25 nədir bəs? 25 elə 5-in kvadratı deyil. Bəli. Onda biz nə edəcəyik? 1-in kvadratını Tapırıq. vuracağıq 5-ə. Çıxacağıq bu biri 2-nin kvadratını. Bu 5. 5 av üstü O 5 oradakı 5 deyil. Elə misalın öz 5-idir. Ha. Onda 1-in kvadratı 1 eləyəcək. 5-ə vuranda 5 eləyəcək. Ondan Ben cevap 1. çıxacağıq 2-nin kvadratı 4'ü olacaq 1. Onda növbətisində olacaq 4'ün kvadratını. Vur 5'ə, çıx 7'nin kvadratı. 4'ün kvadratı 16'dır. 5'ə də vuranda eləyir 8. Biz. 7'nin Altı. kvadratı 49. 6'nın kvadratı 36. Vuranda be vuranda 5'e 180. 6'nın kvadratı 36. Vuranda 5'e 180. Bir de 6 kvadrat 36. 5'ə vuranda neçə elədi? 180 çıxılsın 81'də 99. 9'un kvadratı 81'dir. Çıxanda da qalır 99 B variantı. Ya. Ay. Ben bir de 54'ü bölmeye başladım. O da bende. 54 da var yaxşı. 53'ü bitirin köçürdürseniz. Bəli. 54'də kvadrat işarəsi nə edir? Birinci ilə sonuncunu toplayır. 6 ilə 7'ni toplayır. 13. İkini də elə aparır yazır yanına olur 132. 4 ilə 5'i toplayır. 9. Ortadakı 1 də yazır yanına olur 91. Onda 415'ten 9. Bu aydın oldu. Dairede de birinci ve sonuncu. Dairədə də eyni şeyin vurmasıdır. Birinci ilə axırıncını 4'ü 5'ə vurur. 20. Ortadakı biri yanına yazırıq. 101. 3 ilə 5'i vururuq. 15. Ortadakı 4'ü yanına yazırıq. İndi gələk bura. 3 ilə 4'ü vursaq. Ben bir de gözlüğüm. 12. 7'ni də yanına yazsaq. 127. 6 ilə 6'nı toplasaq. Yenə 12. 7'ni də yanına yazsaq 120. Yəni hər ikisi 127 deyə bir-birinə bərabər kimi qoyub. Bura qədər aydındır. Bəli. İndi axırıncı. Birinci mötərizənin içi. Mötərizənin içi dairədir. Dairə bizə hansı işarə idi? Dairə 6 vurursun 4 arkasına da 6 2. vur 4 idi. 24. 4 Ortadakı 2 242. yanında 242. Sonra kvadrat gəlir. 2 ilə Kvadrat 2'ni toplayırıq. Yine şey 4. Bu 4 yanında onda 44. Allah'ım. Aydındır. Ha, Vermem. Uyurum. Oldu. Ben gözlüğüm.
Yox. İşte müəllim, daha məndə yoxdur. Məndə. Başqa kimin hansından sualı qaldı? 56. 56-ya baxaq. Yazdınız 54, köçdünüz dəftərə. Mən deyə bilərəm 56. Müəllimə deyim də. Müəllimə deyim də. Qoyun gəlim çıxımda şöyle 56. Hə. Əli desin görüm. Müəllim, indi birinci kvadratda 6-nı 4-ə vururuq, 24. Bir də təzədən 4-ü 9-a vururuq, 36. Aha. Üçbucaqlarda isə müəllim, rəqəmlərin cəmini toplayırıq, olur 11. Vururuq 2-yə 22. O birində də 6 üstə Düzdür. 1 üstə Deməli. gəlir. Kvadratda birinci ilk ikisini vururuq. 6-nı 4-ə vururuq 24. Bir də son ikisini vururuq. 4-ü 9-a vururuq. 36. Bir dəfə 3-ü 2-yə vururuq. 6. Bir dəfə də 2-ni 7-yə vururuq. 14. Üçbucaqda isə topla vur 2-dir. 7, 1 və 3-ü toplayırıq. Eləyir 11. 11-i 2-yə vururuq. 22. 6, 1, 4'ü toplayırıq. 11, 2'yə vururuq. 23. İndi gələk birinci mötərizənin içinə. 4'ü 2'yə vururuq. 8. 2'ni 2'yə vururuq. 4. Bir də sonra mötərizənin çölü 3 bucaqda. 8 ilə 4 toplayırıq. 12. 12'ni 2'yə vururuq. 24. Aydındır Zeynəb. Yox, qurtardı. Hamısı düzdür. Bəziləri səhvdir. Qalmadı sualımız. Verin. Başa düşə bildik. Başlamazdı. Yenə də keçirik Narahat olmasın, mənim də başıma. sözlü məntiqlərə. Bunun yarısını yazın. Ben Qorxduğum. sözlerden saf diye. Sözlüdən 60'a qədər vermişdim, düzdür? Bəli. Onu mən çıxartdırmışam. Bir Neden dəqiqə. böyle? İndi 60'dan sonrası. Ev tapşırığınız 61'dən axıra qədər qrupa göndərmişəm də artıq sizin əlinizdə o test var. Mən çıxarmışam. Ben bunu asaf diye. İzah eləyim indi. Ben şimdi bu dəfə yazdıqlarımızdan daha asaftır. Deməli, burada nə edirik? Hələ ki lövhü ekrana baxın, sonra evdə taparsınız. Qrupda göndərmiş. Aysa, onun davam. Axıra qədər hamısını çıxartmışsa gəl, onu 61'dən sonra. Mən çıxarmışam. Aha. Burada əvvəlcə sözlərin hərflərinin yerini dəyişərək normal leksik mənası olan sözlər düzəltməlisiniz. Baxın indi 61-ə. A variantından nə söz düzəltmək olar? Şənbə. Şənbə. Yazaq. O birində var. B variantından Aprel. Aprel. Aprel, hə. Aprel. İyun, iyul, İyun, Avqust. Avqust. İyul. Mənim acıdım. A variantı. A variantı müəllim axırı A variantı müəllim. Bir dənə A-dan həftənin günü. O Çünki həftənin günüdür. Aprel, iyul, Avqust. İnşallah bir izah edeyim sonra söyləyərsiniz. Deməli, bu sözləri tapandan sonra 4'ü hər hansı leksik mənasına görə oxşar olacaq. Biri isə ya tamamilə onlardan fərqli bir anlayış olacaq, ya da onları ümumiləşdirən bir anlayış olacaq. Ya fərqli, ya ümumiləşdirən. İndi burada fərqlidir. Aprel, iyun, iyul və avqust ayları bildirir. Amma şənbə Həftənin günü. gününü Altıncı bildirir gün. deyə o birlərdən fərqlidir. Mənim bu gündür də, şənbə bu gündür. Hı-hı. İkinci bir məsələ uşaqlar. Siz bu testləri yazarkən sözlərin yalnız və yalnız leksik mənalarına görə deyəcəksiniz ki, bu o birinlərdən fərqlidir. Yəni, bunlardan 4'ü sadə isimdir, biri düzəltmədir, 4'ü sadədir, biri mürəkkəbdir, 4'ü alınmadır, biri türk mənşəlidir. Belə bir şey olmaz. Ancaq sözün mənasına görə baxırıq. Daha onun
şəkilçi qəbul eləyib, eləməyib, düzəltmədi. Belə şeyə baxmırıq. Yalnız və yalnız sözlərin mənasına görə şey. Dördü. Abala bir qulaq asın, sonra o biri testlərlə eləyərsiniz. Hələ mən söz danışıram burada. Sözlərin yalnız və yalnız mənalarına görə fərqləndirməliyik. Bildiniz? İkinci bir məsələ. Sözün normal mənası olsa belə, biz yenə o sözü dəyişib, başqa bir söz düzəltməliyik. Məsələn, 62-nin B variantına nə yazılır? Kürə. Kürənin Amma o ürək. qulaq as. Kürək. Kürənin nə olduğunu bilirikmi? Bəli. Yer kürəsi. Yer kürəsi, Kürə. yumru bir şey. Fəza fiquru. Fəza fiquru. Amma biz onu kürə kimi götürə bilmərik. Onu dəyişib başqa bir söz düzəltməliyik yenə də. Nə düzəldərik? Ürək. 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 Və yaxud Ürək. sizə alma sözü verilsə, neyniyəcəyik biz onu? Dəyişəcək. Dəyişib Lama. nə düzəldə bilərik? Lama. Lama da düzəldə bilərik, Allah. mala da Malma. düzəldə, mala da düzəldə bilərik. Aydındır? Deməli, Sözlərin ikisini də ilk dəfə işləyirəm. yəni hökmən sözü dəyişəcəyik. Hökmən başqa şey düzəldəcəyik. Yaxşı? Yaxşı, 62-nin A variantı nə olacaq? Həkim. Həkim. Kim? Bəs C variantı? Yer. Yer. Gəzir. Böyük. Öyrək. Diyər. Mədə. Yer. C variantı? Öyrək. Öyrək. Abisa mədə. Öyrək. Bir də mədə. 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 Y variantı? Mədə. Mədə. Fərqli hansıdır? Həkim. 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 Peşədir, qalanları orqanlarımızdır. Mədə, böyrək, yer, ürək, Ay, sağ ol. orqanizm sistemi. Belə, aydındır ev tapşırığımız. Bəli. Bəli. Sözləri düzəldirik. Baxa bilərsiniz. Neçə baxa bilərik? 86. 86-ya baxaq. Dayı, Ana. ana, Ata. ata, Baba. baba, Baba, bacı. bacı. Dördü birinci dərəcəli qohumdur. Yəni birbaşa qohum, bizim ev. Dayı, Amma dayı ana, ikinci ata, dərəcəli baba. qohumdur. Dayı. Baba demək. Ana, Mənim bir ata, səsə getdiyə baba, baxaq da. nənə, bacı, qardaş. Birinci dərəcəli qohumlardır. Artıq dayı, əmi, xala, bibi, dayıoğlu, əmioğlu, xala qızı bunlar ikinci dərəcəli qohumlardır. Böyle. Nəyi deyirdin Tuncay bir də? Mənim bir səsə getdiyə baxaq da. Sən yeddi iynə, Əyi. şpris, skalpel, Bir də termometr. termometr, Termometr, bir də qələm. ləqəm, qələm. Gəlin. Qələm. Dördü tibbi ləvazimatdır. Qələm yazmaq bu başqa şeydir. Qələm fərqlidir. Mən hemen saklep demiştiniz C variantında. O Skalpel. neydi? Skalpel cərrahların bıçaqlarıdır. Cərrahlar yarmaq üçün bıçaqdan istifadə edirlər. Ha, o bıçağın adıdır. Müəllim. Bəli. Mənim 77-nin A variantında otaz yazılıb, zatollar məsələn. Yox, zatonadır. Azdan belə söz var. Zotu. Azotdur, azot. Azot nədir ki? Qazdır, azot qazı. Bildim. Azot var. Azot, Anladım. klor, hidrogen, kükürt, oksigen. Oksigen. Dördü, Benim küçükler mi? dördü qazı, kükürt, bək. Kükürt kibritin başı var, yanan hissəsi. Ha bildim. Bax, o Mən biliyorum. bərk maddədir. Qalanları oksigen qazı, hidrogen qazı, Hadi. xlor qazı, azot Kükürt? qazı. Aha, kükürt. Kükürt gazı diye bir şey var. Kükürt qazı var. Amma o kükürtün içində kükürt olan başqa şey. O SO2-dir. Keçəcəyiz gələcəkdə kimyada. Başqa şey. Normal adi kükürt bərk maddədir. Sarı rəngli tozdur. Benim mantıklarım ben ince kadar gördüm mantıklar en asanı budur. Həmin mən də o demiş, sözdülər rəqəmlərdən asandır.
Sözdə rəqəmlərdən əslində Siz vaxt dediyiniz kimi vaxt baxımından daha tez başa gələrdi. siz dediyiniz kimi əvvəlki elə 20 dəqiqə, 15 dəqiqə yazdım, bitirdim. Bunu biraz çox olacaq, bu birindən çətindir. Çünki sözləri qurmaq var. Gözəl qurmaq var, amma yenə bu da riyazi hissədən daha asan olacaq rəqəmlərdən. Məndən bunun o birisini yəni şeydən atmışdı, 60 dənə. Onu mən yarım saata yazdım. Bunu biraz ondan çox olacaq, amma riyazi qədər olmayacaq. Yaxşı, əgər başqa sualınız yoxdursa, Yoxdur. sağollaşaq, evdə bir baxarsınız, sonra suallarınızı verərsiniz. Sağ olun, gecəniz xeyrə Sağ olun. qalsın. Vallahi. Sağ olun. Sağ olun.